Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumme salli ala Muhammed ve ali Muhammed ve accil feracahum. Mövzumuz Qur'anda əxlaq mövzusudur. Biz keçən söhbətimizdə insanın Allaha yaxınlaşmaq yolunda, Allaha bəndəçilik yolunda ilk addımın və ilk başlanğıc nöqtənin tövbə olmasını qeyd etdik. Tövbə Allahın böyük nemətlərindəndir və insanın Allaha yaxınlaşması üçün və insanın öz kamillik yolunda daha da ucalması üçün Allah daim tövbə qapısını açıq saxlayıb ki, insan tövbə eləməklə həm cəhənnəmdən qurtulsun, əbədi bədbəxtçilikdən qurtulsun, həm də Allaha yaxınlaşsın və öz kamillik yolunda daha da ucalsın. Qur'an-ı Kərimin bəzi əzab ayələrinə baxdıqda biz orada istisna şəxsləri görürük. Onlar kimlərdirlər? Qur'an-ı Kərim Ali İmran surəsinin 87 və 88-ci ayələrində həm əzab əhlin və həm də istisna olan şəxsləri bizə bildirir. Bu ayələrdən öncə Allah Teala günah əhlindən danışır. Ali İmran surəsi 87-ci ayədə buyurur: "Xalidinə fiha." Onlar əbədi olaraq cəhənnəmə daxil olarlar. "La yuxaffəfu anhumul azab." Onlardan əzab yüngülləşməz. "Və lahum yunzarun." Və onlara möhlət verilməz. Fürsət verilməz onlara. Əbədi olaraq cəhənnəmə daxil olarlar. Və sonra istisna şəxsi buyurur ki, istisna şəxs kimdir? Təbii ki, bu əbədi əzab, əbədi cəhənnəm odur. O şəxslər üçündür ki, günah əhlidirlər və ömürlərinin son anlarına qədər günah əhli olaraq qalırlar, günahkar olaraq qalırlar və öz günahlarında inad edirlər və bu günahlarla da tövbə etmədən dünyalarını dəyişirlər. Əbədi cəhənnəm əzabı, əbədi cəhənnəm odur, belə şəxslər üçündür. Amma o şəxslər ki, Ali İmran surəsi 88-ci ayədə buyurur ki, "İlləl-ləzīnə təbu min ba'di zalik." O şəxslər ki, günahdan peşman olarlar, günahın acısını görərlər və peşmançılıq hiss eləyərlər, tövbə eləyərlər və əsləhu və özlərini islah eləyərlər, salih işlər görərlər. Buyurur, "Fəinnəllâhe ğafurun rahim." Allah, həqiqətən Allah bağışlayan və mərhəmətlidir. Məryəm surəsi 60-cı ayədə də həmin mövzuda ayələrdir ki, Allah günahkar əhlindən danışır, günah əhlindən danışır. Ardıca buyurur, "İlla mən təbə və amənə və amilə salihən." Və o şəxslər istisnadırlar ki, onlar yenə də günahlarından peşman olarlar dünyada ikən, həyatda ikən günahlardan peşman olarlar və tövbə eləyərlər. İlla mən təbə, o şəxs ki, tövbə eləyər və amənə və Allaha həqiqi iman gətirər və amilə salihən və salih əməllər eləyər. Yəni, keçmişlərin əvəzini çıxar və gələcəkdə də yaxşı, salih əməllər eləyər. Fəulaikə yədxulunəl cənnətə. Allah həmin şəxsi, belə insanları cənnətə daxil eləyər və la yuzləmunə şey'a. Onlara zərrə qədər də olsa zülm olunmaz. Bu ayələr onu göstərir ki, əzab ayəsindən danışır. Ardıca istisna şəxsləri bildirir. Bu ayələr onu göstərir ki, tövbə qapısı heç vaxt insanın üzünə bağlı deyil. Tövbə qapısı daim insanların üzünə Allah tərəfindən açıq saxlanılıb. Və Qur'an-ı Kərimdə Təhrim surəsində Allah Teala buyurur ki, "Ya eyyuhəl-ləzīnə āmenū." Ey iman gətirənlər, "Tubu ilallahi təvbətən nasuha." Tövbə eləyin, Allaha tərəf qayıdın. Təvbətən nasuha, özü də səmimi tövbə, xalis tövbə edin. Allah Teala buyurur ki, səmimi, xalis tövbə edin. Səmimi tövbə nə deməkdir? Görəsən, insan əstəğfirullahə Rabbi və ətubu iləyh deməklə həqiqi tövbəkar olur. Yoxsa həqiqi tövbənin başqa bir əlaməti var, başqa bir xüsusiyyəti var. Tövbə ki,
deyirik, insan Allaha tərəf qayıtmalıdır, günahlarından peşman olmalıdır. İnsanın daxilində bir dəyişiklik baş verməlidir. Yəni, insanın daxilində olan müqəddəs və ülvi qüvvələr, yaxşılıqlar, insanın daxilində olan digər nəfsani, həddini aşan qüvvələrə qalib gəlməlidir və onları öz nəzarətində saxlamalıdır. Və bütün bu nəfsani istəklər, nəfsani qüvvələri həmin müqəddəs və ülvi qüvvələr nəzarəti altında idarə etməlidir. Bu mənada ki, Allah Teala insana nəfsani istəkləri verib. Bu qaçılmazdır ki, insan bunların ehtiyacını ödəməlidir. Misal üçün, insana Allah qəzəb qüvvəsi verib. İnsan müəyyən, lazım olan vaxtda, ehtiyac olan zamanda qəzəblənməlidir. Ki, əgər bu ağlın nəzarəti altında olsa, ağıl qüvvəsinin nəzarəti altında qəzəblənsə, o zaman öz həddində qəzəblənəcək və yaxşı qəzəb olacaq. Amma elə ki, insan yersiz qəzəblənsə, hər harda, hər hansı bir hadisə baş verdi, istər-istəməz insan qəzəblənsə, yersiz qəzəb baş verəcək və belə olan halda insanda olan qəzəb qüvvəsi həddini aşır və bu da insanın həm cəmiyyətdən, həm insanlardan, həm də Allahdan uzaqlaşmasına səbəb olur. İnsanın daxilində bu cür digər qüvvələr də var ki, onların hamısının ehtiyacı ödənməlidir. Ona görə Allah insana bunu verib ki, insan həyatında bunlardan istifadə edərək yaşamına davam etsin. Amma bu qüvvələr həddini aşdıqda həm insan cəmiyyətdən uzaqlaşar, həm də əsasən də Allaha bəndəçilikdən, Allaha yaxınlaşmaqdan, əksinə olaraq Allahdan uzaqlaşar və günah əhli olar. Ona görə tövbə belə bir vaxtda ortaya çıxır ki, insanda olan daxili, ülvi və müqəddəs qüvvələrin, ümumən desək, yaxşılıqların insanın daxilində olan həddin aşan pis qüvvələrə qalib gəlməyidir ki, onları öz nəzarəti altında saxlasın və ağıl qüvvəsi ilə insan öz daxili qüvvələrini, istəklərini, meyillərini, zövqlərini ağılla idarə etsin. İlahi göstərişlərlə Quran əsasında idarə etsin. Əgər bu cür idarə etmə olduqda, bu cür nəzarət olduqda, onda insanın Allaha yaxınlaşmağı gerçəkləşəcəkdir. Bunun əlaməti nədir? İnsan hardan bilsin ki, həqiqi tövbə edir və yaxud da tövbəsi həqiqi tövbə deyil. Əgər insan Əstəğfirullah Rəbbi və ətubu iləkdən sonra, Allaha tövbədən sonra günahdan acığı gəlirsə, misal üçün qeybətdən acığı gəlirsə, yalandan, yalançılıqdan acığı gəlirsə və yaxud da hər hansı bir günah qabağa çıxdıqda haramdan acığı gəlirsə, əgər insanın naməhrəmə baxmaqdan acığı gəlirsə, əgər insanın valideynə qarşı hörmətsizlikdən acığı gəlirsə və yaxud da insanlarla acı danışmaqdan acığı gəlirsə, ikrah hissi yaranırsa, deməli, insanın etdiyi tövbə həqiqi tövbədir. Yox, insan tövbə eləyə və günahdan heç acığı gəlmir. Əksinə, misal üçün, gedə yenə də qeybət əhli ola, qeybət məclisində iştirak eləyə, haram məclisdə iştirak eləyə, yenə də naməhrəmdən həddin saxlamaya, o zaman bu tövbə həqiqi tövbə hesab olunmaz. Yəni, tövbə budur ki, insanın daxilində bir oyanış baş versin. İnsanın daxilində olan ülvi və müqəddəs qüvvələr oyansın. İnsanın daxilində olan nəfsani istəkləri həmin müqəddəs və ülvi qüvvələr idarə etsinlər. Həzrəti İmam Əli əleyhissalam Nəhcül Bəlağədə 147-ci qısa kəlamında istiğfarın mənasını izah eləyir və onun 6 şərtinin olduğunu bizə bəyan eləyir. Bir nəfər gəldi İmam Əli əleyhissalamın yanına, dedi ki, Əstəğfirullah. İmam Əli əleyhissalam sanki onun halından və cəmiyyət içərisində olan əməlindən bu Əstəğfirullah sözünün, onun dediyi bu tövbənin həqiqi olmadığını anladı və ona bu cür buyurdu. Buyurdu ki, sən bilirsənmi istiğfar nə deməkdir?
İstiğfar məqam sahiblərinin dərəcəsidir və o 6 məna və mərhələni ifadə edən bir sözdən ibarətdir. Yəni, istiğfar daxildə olanın dildə etirafıdır. Daxildə baş verənin dildə təzahürüdür. Daxildə bir peşmançılıq baş verir ki, insan deyir, Əstəğfirullah Rəbbi və ətubu iləyh. Daxildə bir peşmançılıq baş verir ki, insan deyir, ilahi, günahımı bağışla, ilahi peşman olmuşam. Əgər bu daxildə baş vermirsə, insanın dildə dediyi həqiqi deyil. Ki, Əli əleyhissalam buyurur, 6 şərti var. Birinci budur ki, ilk öncə keçmişindən peşman olasan gərək. Keçmişdə elədiyi insan pis günahlardan, pis əməllərdən, haram işlərdən peşman olsun. İkincisi, gələcəkdə həmişəlik olaraq günahı tərk etməyə söz versin, qərarı alsın ki, mən daha, misal üçün, qeybət eləməyəcəm, daha yalançılıqla məşğul olmayacam, daha qeybətə qulaq asmayacam, daha naməhrəmə baxmayacam, daha ata-anamı incitməyəcəm və yaxud da daha insanlarla acı dil olmayacam və s. Buna gərək qərar versin, söz versin. Üçüncüsü, cəmaatın haqqını özünə qaytarmaqdır. Ki, insan qiyamət günü ilahi məhşərə gələndə, ilahi məhkəməyə gələndə daha heç kimin haqqı insanın boynunda qalmamış olsun. Təbii ki, əgər dünyadadırsa getsin, biz deyərik ki, halallıq alsın, üzrxahlıq eləsin və yaxud dünyasını dəyişibsə, onun adından sədəqə versin, onun qəbrini ziyarət eləsin və onun ruhunu razı salsın. Dördüncüsü, insandan qəza qalan işləri həyata keçirsin. Misal üçün, tövbə edib indi qəza namazları var, onları bərpa eləsin, qəza namazlarını qılsın, qəza oruclarını tutsun, boynunda kəffarəsi varsa onları da əda eləsin. Beşincisi, insan ki, haram nəticəsində qazanc əldə eləyib, günah nəticəsində, misal üçün, kimisə aldadıb, qazanc əldə eləyib, tərəzidə aldadıb, qazanc əldə eləyib və s. ilaxır bu cür qazanclar əldə eləyib ki, haram nəticəsində bədənin bərkidib, bədənin əti bərkiyib, Əli əleyhissalam buyurur. Bu halda buyurur ki, İmam Əli əleyhissalam bədəninə əlavə olunmuş ətləri qəm-qüssə ilə əridib töksün. Misal üçün, insan oruc tutmaqla, Allah qarşısında razı-niyaz eləməklə, Allaha yalvarmaqla, qəm-qüssə, günah acısı ilə, günahın qəm-qüssəsi ilə o bədənində olan haramları gərək əridib töksün. Altıncısı da İmam Əli əleyhissalam buyurur ki, insan günah eləyəndə necə ki ondan ləzzət alır ki, o günahı eləyir. Günahdan ləzzət aldığı kimi gərək ibadətdən də ləzzət almaq zəhmətinə qatlaşsın. İbadətdən də ləzzət alsın. İmam Əli əleyhissalam hədisin sonunda həmin şəxsə buyurur ki, bunlar baş verdikdə Əstəğfirullah Rəbbi və ətubu iləyh deyə bilərsən. İndi belə bir sual ola bilər ki, bu cür Əli əleyhissalamın dediyi kimi tövbə eləyənlər az tapılar. Bizim onda Əli əleyhissalamın kəlamına diqqət eləsək, bizim tövbəmiz o zaman həqiqi tövbə hesab olunmur. Belə bir sual yarana bilər. Buna cavab olaraq deyilir ki, İmam Əli əleyhissalam buyurduğu 6 şərtin diqqət eləsək, 6 şərt hamısı tövbənin kamillik şərtidir. Tövbənin kamillik şərtidir. Misal üçün, 5-ci və 6-cı şərt ki, Əli əleyhissalam ətləri əritsin, haramdan olan ətləri əritsin və ibadətdən ləzzət alsın. İbadətdən nə? Bunlar biraz çətin məsələdir və bunlar tövbənin kamillik şərtidir. Amma digər 4 şərt ki var, insan günahdan peşman olsun, insan günah etməməyi qərarı alsın, qəzaların bərpa eləsin, bir də insanların haqqını qaytarsın. Bunlar tövbənin vacib şərtləridir ki, insan gərək bunları əmələ gətirsin. İnsan bunları əmələ gətirdikdə onun tövbəsi həqiqi tövbə hesab olunur. Ki, Allah Teala Quran-ı Kərimdə dəfələrlə buyurur ki, Allaha tərəf tövbə eləyin. İnsan niyə tövbə eləsin? Allah niyə tövbə qapısını açıq qoyub daim? Ona görə ki, insan bədbəxtçilikdən qurtulsun və Allaha tərəf yaxınlaşsın, öz kamillik yolunda
daha da ucalsın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.